İmam Hüseyin yığıb bizi bilirsiniz niyə? Təmizləmək üçün. Bizi təmizləmək Əli Əsğərin qanı bahasına olsa İmam Hüseyin diri olsun. Əli Əkbərin, Qasimin, Abdullahın, Əbəlfəzin qanı bahasına olur, olsun. 3 yaşda qızının döyülməsi bahasına olur, olsun. Nəyin bahasına olursa olsun, bu imam ümmətə hər şeyini fəda edir ki, rəhmət qapısı açsın. Necə minnətdar olaq? Hüseynindən ayırmaq olar adamı. Heç cür mümkün olmayacaq. Hür İmam Hüseyni tanıyırdı. Necə Allah rəhimlidir, dostları da Allahın dostudur da. Hürrün İmam Hüseyin haqqında təsəvvürü düz idi. 1400 ildir danışılır, cinayət olub Kərbəlada. Onun səbəbkarı bilirsiniz kimdir? Hürdür. Hür saxladı İmam Hüseyni Kərbəlada. İmam Hüseyin uzaqlaşsaydı Küfədən onlar gəlib çata bilməyəcəkdi. İmam dedi, burax gedim. Əsəbləşdi İmam dedi, anon matəmində ağlasın Hür. Burax məni çıxım gedim. Kaş imamla vuruşardı. Vuruşsaydı 1000 nəfərlik dəstəydi. İmam onları məğlub eləyəcəkdi. 72 nəfərlə də olsa. Mühasirəyə aldı. İmam dedi, onlar birinci vuruşmasa biz vuruşmayacaq. Gözün neynədi? Saxladı ki, o birilər gəlib çıxsın. Saxladı, məddəl qoydu, vaxt tutdu ki, Şimir gəldi, Ömər Səd gəldi, çatdı. İndi bu peşman olub. Dedi, gedirəm üzr istəməyə. Dedilər, nə üzr? Sən üzr istəməyə gedirsən, bu hadisədən sonra, dedi, siz tanımırsınız bunları, bu ailəni tanımırsınız. Mən tanıyıram. Hür Həzrət Zəhranı tanıyırdı. Elə ki İmam Hüseyin dedi, Hür anon matəmində ağlasın. Dedi, sizin ananız Fatimə Zəhradır. Mən heç onun adını dilimə gətirməyə ləyaqətim yoxdur. Mən deyirəm, bəlkə də İmam Hüseyin baxdı ürəyində dedi, bərəkallah Hür. Bu mərifət və. Oğluna dedi, gedirəm üzr istəməyə. Oğul dedi, ata necə üzün gəlir? Bir üzrlə qutaracaq. Dedi, mən tanıyıram, mən üzr istəyəcəm. İmam Hüseyin məni bağışlayacaq inşallah. Başına torpaq tökdü. Çarıqlarını boynundan asdı. Fikirləşir ki, gedim üzrxahlıq eləyim. Amma Hür, sən də Hüseyni tanımamısan. Sən də tanımamısan. Sən fikirləşirsən ki, gedim üzr istəyim, bağışlayar. Sən gələndə, Hüseyin səni uzaqdan görəndə heç qoymadı ağzı vasasan. Dedi, irfə rəsək, başı qaldır, bizim qapıya baş aşağı gəlmə. Sən də tanımamısanmış. Sən də bilmirsənmiş nə qədər rəhimlidir. Əli Əkbəri göndərdi ki, get onu bağrıva bas. Heç nə olmayıb elə bil. Hür də İmam Hüseyni elə müdafiə edirdi ki, elə bil ki, əvvəldən yanında olub. Gedir düşmənə deyir ki, utanmırsınız, siz Fatimənin oğlu ilə döyüşürsünüz. Hür, neçə gün qabaq Hüseyin sənə bu sözləri deyirdi. Yadından çıxıb Hürrün. Hür deyir, necə yəni, mən Hüseynin yolunu bağlamışam. Bağışlayanda belə bağışlayırlar ki, özündən də unutdururlar, özünü də yadından çıxardırlar. Elə ki, Hüseyin məni sinəsinə sıxdı, mən unutdum ki, onun yolunu kəsmişəm.